Hal-hazırda Amerikada vəziyyət, həm iqtisadi vəziyyət, həm spesifik, yəni xüsusi olaraq IT sahəsində çox da ürəkaçan deyil. Əgər biz insanlar da işlədiyimiz sahədə AI-ya bu sürətlə daxil olsaq, gələcəyin parçası olacağıq. İnsan nəyə fokus olursa, onun həm öz iç aləminə, oradan da çöl aləminə təsir eləyir. Bu işdən çıxarmalar, işin azalması, kriz varmı, yoxmu, olacaqmı, içindəyik, çölündəyik, bu müzakirələr hər yerə təsirini göstərir. Həmişə dediyim kimi, Azərbaycanca danışan hər kəsə salamlar. Podcast növbəti 9-cu epizodu ilə yayımdadır. Hər dəfə müxtəlif mövzularda fərqli insanlarla həmsöhbət oluruq. Bu dəfə isə informasiya texnologiyaları mövzusunda danışırıq. Əgər siz karyeranızı dəyişib IT sahəsində işə başlamaq istəyirsinizsə, düşünürəm bu podcast sizin üçün maraqlı ola bilər. Mənim bugünkü həmsöhbətimi əslində Amerika Birləşmiş Ştatları, Virginiyada yaşayan Azərbaycanlı icması yaxşı tanıyır. Biz onunla şəxsən Amerikano çəkilişləri zamanı tanış olduq və Amerikanodan sonra da onunla bağlı çox müsbət fikirlər, müsbət rəylər aldım. Əgər biz bugün IT sahəsindən danışırıqsa, ondan yaxşı həmsöhbət ola bilməzdi. Beləliklə, podcastdə növbəti 9-cu epizodunda Nadir Şəfiyevlə həmsöhbətdir. Hər vaxtın xeyir olsun Nadir. Səni salamlayıram. Sabahın xeyir. Bağışla da səni səhər tezdən belə məcbur elədim qoşulasan. Səhər tezdən yaxşı. Datalar demişkən, deyir bir yuxudan tez duran, bir də tez evlənən heç vaxt durmaz. Bizim də günümüz belə faydalı məlumatlar verməklə başlayır. YouTube-da isə fərqi yoxdur. Onsuz insanlar istədikləri vaxt izləyəcəklər. Bizim bugünkü faydalı söhbətimizi. Əvvəlcə mən onu qeyd edim ki, biz bu ilin əvvəlində səninlə Amerikano çəkəndən sonra, YouTube-da yayınlanandan sonra mən gördüm ki, nə qədər mənim tanıdığım insanların müəllimi olmusan. Yəni sözün əsl mənasında müəllim Nadir Şəfiyevlə biz bugün IT sahəsində söhbət edirik. İnformasiya texnologiyaları sahəsi həmişə danışılan, həmişə gərəkli peşələrdən, sahələrdən biridir və bu çox geniş sahədir. Və öncə istərdim ki, biz bu sahədən danışanda onu vurğulayaq ki, yəni informasiya texnologiyaları deyəndə bunun içində hansı sahələr var? Yəni sadəcə bu developer, tester deyil də, yəni bu geniş sahədir. Bunun içində bir çox sahələr var və biz bugün nədən danışacağıq? Yəni xüsusi məlumatlarımız bizim sırf o testing sahəsi ilə, developer sahəsi ilə bağlıdır. Amma biraz belə qısa məlumat vermək olar biz informasiya texnologiyaları ilə bağlı. Çünki elə insanlar var ki, bizi izləyəcəklər və onlar heç bilmirlər bəlkə IT nə deməkdir, informasiya texnologiyaları nədir. Birinci təşəkkür edirəm. Mənim uzun zaman belə necə deyim, istədiyim şeylərdən biridir ki, podkastda qatılım. Yəni bu YouTube-da, Instagramda insanın qarşısına çıxır, çox maraqlı gəlir və sən də başladın bu podkast serilərini eləməyə. Mən izləməyə çalışıram və çox maraqlıdır. Təşəkkür edirəm dəvətə görə. Mənim üçün də bu mövzularda danışmaq, ümumiyyətlə əvvəllər kimsə müəllim deyəndə cavan vaxtı utanırdıq da. İndi artıq yaşlanandan sonra həqiqətən də müəllim yapışıb üstümüzə müsbət mənada. İnsan bildiklərini şeir elədikcə içində özünü yaxşı hiss eləyir. Ona görə və mən özüm bu sahəyə sonradan girmişəm. Yəni self-learner, yəni özüm öyrənmişəm. Bəlkə video izləyən bir çox insanlar bunun əslində təhsilini alıblar. Nəzəriyyəsini də çox yaxşı bilirlər. Sadəcə mənim bəxtim onda gətirdi ki, mən bu sahəyə keçdikdən sonra həmişə işlədiyim komandalar, işlədiyim şirkətlər ən son texnologiyalar istifadə elədilər. Və özüm də biraz belə öyrənməyə maraqlı olan bir olduğum üçün, yəni və yaxud da deyim zaman bunu məcbur edir. Yəni öyrənməsən geri qalırsan. O cəhətdən həmişə belə necə deyirlər, şanslı olmuşam ki, o cür komandalarda işləmişəm və təzə şeylər öyrənmişəm. İnformasiya texnologiyaları sahəsi çox genişdir. Yəni bunun biz bu hardware, software tərəfindən baxsaq, sonra yəni software bu proqramlaşdırma tərəfindən də
baxdığımız zaman çox şaxəlidir. Mənim belə bildiyim, məlumatım olduğu sahələrdən əsasən development dediyimiz proqramlaşdırma, onun test olunması, biraz network-də də, çünki məcbur bu sahədə işlədiyin üçün onun haqqında da məlumatın olur. Başqa bir cyber security sahəsi var ki, bu da Amerikada hal-hazırda diqqət mərkəzindədir. Ümumiyyətlə, mənim yadıma gəlir, işlədiyim şirkətlərin birində bizim application, o proqrama Rusiyadan hər gün 28-29 dəfə atak olurdu. Yəni, hətta bizim cyber security komandası deyirdi ki, Rusiya tərəfdə hacker olmaq istəyənlər bizim application verdilər ki, buna bir şey eləməyə çalışın. Deyir, onların elədiyi də heç bir şeydir. Yəni, o qədər güclü security sistem var, amma sadəcə attack də gəlir, yəni bizi məşğul eləyir, deyirdi. Yəni, bu sahə var və son zamanlarda hər kəsin diqqətini çəkən artificial intelligence, süni intellect, AI və AI-ın həyatımıza necə sürətlə daxil olması və əgər biz insanlar da işlədiyimiz sahədə AI-ya bu sürətlə daxil olsaq, gələcəyin parçası olacağıq. Yəni, mən belə bunu ümumi summarize eləsəm, yəni mənim məlumatım olduğu sahə proqramlaşdırma, onun testingi, indiki dövrdə agentic AI dediyimiz sahə var ki, mən özüm o sahədə işləyirəm. Bundan əlavə ətrafdakı dostlardan networkdə, cyber security'də işləyən, o sahə ilə məşğul olan insanları bilirəm. Və elə bir sahə yoxdur ki, həmin o sahəni IT olmadan təsəvvür etmək olsun. Çünki bugün elə bir zamanda yaşayırıq ki, hər bir şey internetlə və texnologiyalarla əlaqəlidir. Yəni, bayaq elə qeyd edildiyin kimi o cyber security Azərbaycanca kiber təhlükəsizlik olacaq da desəmək bir şeydir. Yəni, təkcə bu deyil, yəni bir çox məqamlar var ki, ümumiyyətlə IT sahəsi çox geniş mövzudur. Yəni, biz hissə məncə gələcəkdə də bu mövzu ətrafında danışa bilərik və bugün isə biz ümumi danışacağıq. Bir də əlavə olaraq development, testing, toollar, yeniliklərlə bağlı danışacağıq. Öncə gəlin bir nəzər salaq da, bugün Amerika Birləşmiş Ştatlarında biz Amerikadayıq və biz bugün daha çox Amerika Birləşmiş Ştatlarındakı IT sahəsindən danışacağıq. Ümumi mənzərə necədir IT sahəsində və hansı istiqamətlər tələbat görür? Və ümumiyyətlə, mən ara sıra eşidirəm, bəzi marketdə olan, iş axtaran insanlar deyirlər ki, market yaxşı deyil, marketin durumu necədir sizcə, bildiyiniz? Yəni, mən ümumiyyətlə həmişə düşünürəm ki, insan nəyə çox fokus olursa, o onun hər davranışına təsir eləyir. Bugün qarşıma səhər bir video çıxdı. Bir dostum var illərlə Azərbaycanda. NLP-ni Azərbaycan dilində çox qısa şəkildə izah eləməyə çalışır və orada deməyə çalışır ki, insan nəyə fokus olursa, o onun həm öz iç aləminə, oradan da çöl aləminə təsir eləyir. Hal-hazırda Amerikada vəziyyət, həm ümum iqtisadi vəziyyət, həm spesifik, yəni xüsusi olaraq IT sahəsində çox da ürəkaçan deyil. Bunu hamı bilir. Yəni bu işdən çıxarmalar, işin azalması, kriz varmı, yoxmu, olacaqmı, içindəyik, çölündəyik, bu müzakirələr hər yerə təsirini göstərir. Amma biz bunu bilirik ki, bu cür uncertainty, bilinməyən vaxtlar uzun sürmür və belə bir deyiliş var da, qaranlığın ən möhkəm hissəsi səhərin açılacağına ən böyük işarətdir. Yəni, bu çətin zamanda pessimistliyə düşməkdənsə, baxmamız lazımdır ki, biz nə eləyə bilərik ki, işlər təzədən yoluna düşdüyü zaman hazır olaq. Bu mənim hər bir məsələdəki baxış açımdır. Yəni, yadıma gəlir, illər əvvəl işimi itirdiyimdə, yəni, indi dünənlərim dostlarla danışırıq, depression falan, deyirəm, nə depression? İşini itirdin, çıx Uber elə, çıx DoorDash elə,
sonraki addımını fikirləş. Bu səni o biri məsələlərdən qoruyacaq yəni. İndi onu deyə bilərik ki, Amerikadakı xüsusilə IT sahəsində, informasiya texnologiyaları iş sahəsində vəziyyət çox da ürəkaçan deyil. İşdən atılmalar var, iş yerlərinə başvuran applicantlar çoxdur, oradan seçilmək prosesi özü çətindir. Amma mən belə fikirləşirəm ki, indiki zamanda deyək ki, kimsə bir testing sahəsindədir və ya mühəndislik sahəsində, development sahəsindədir. Biraz 3 il, 4 il sonranın trendini hindidən tuta bilsə, öyrənəcəyi şeyləri ona adjust eləyə bilsə, uyğunlaşdıra bilsə, vəziyyət düzəlməyə başladığı vaxt ən öndə olanlardan olacaq. Mən belə baxıram vəziyyətə. Amma market həqiqətən də iş yerləri azdır. Xüsusilə noyabr, dekabr ayı marketin ən ölü vaxtıdır, belə deyək. Çünki həm buradakı bayramlarla əlaqədar, həm böyük şirkətlərin bir çoxunda son 2-3 həftədə o code freeze dedikləri proseslə əlaqədar hiring freeze-lər olur son aylarda. Məsələn, bir çox şirkətlər dekabrın bəlli vaxtından sonra hire freeze-ə keçirlər. Hamısı təsiri var. Amma bunlar bizdən asılı olmayan səbəblərdir. Bu dönəmdə nə etmək lazımdır? İndiki trend nədir? 3 il, 5 il sonranın tələbatı nə olacaq və biz ona hazırıq. Yəni, hazır deyiliksə 2 ay, 3 ay bir dənə kurs götürüb, bir dənə öyrənəcəyimiz bir şeyə qərar verib oturub onu öyrənmək lazımdır. Mən belə baxıram məsələyə. Elə bu arada bunu soruşmaq istəyirəm. Yəni IT sahəsində iş tapmaq üçün ən vacib bacarıqlar hansıdır? Təbii ki, IT bilikləri olmalıdır, bu ayrı məsələ. Biz elə bugün bunun haqqında xüsusilə danışacağıq. Bəs ümumiyyətlə müsahibə vaxtı, intervyu vaxtı, iş müsahibələri vaxtı daha hansı bacarıqlara üstünlük verilir? Birinci səbir. Yəni indiki ən böyük insana lazım olan bu IT bazarında səbirli olmaq lazımdır və bundan əlavə dediyimiz kimi o bəzi web saytlar var da, LinkedIn kimi, Dice kimi, onlarda account create elədikdən sonra onun necə rekruterları, işverənlərin diqqətini çəkəcəyinə baxmaq lazımdır. O şəkildə onu düzüb qoşmaq lazımdır. Bunlar işin texniki tərəfi. Əlbəttə ki, texniki bilgi çox önəmlidir. İntervyuya mən özüm də çox intervyu eləmişəm insanlara. Həm işlədiyim vaxtı, həm kurs vaxtı. Yəni texniki bilgisi olan adam üçün ən böyük işgəncə qarşındakı adamın danışdığını bilməyib, amma danışmağa davam eləməsidir. Yəni ona qulaq asmaq qədər işgəncə verən başqa bir şey düşünmürəm hal-hazırda. Birinci texniki bilgilər bu önəmlidir. Bundan əlavə intervyuda bir neçə intervyu texnikləri var. Biz kursda da bunu keçməyə çalışırıq. Yəni oturuşundan, kameranın bucağından tutmuş, suala qulaq asmaqdan, qulaq asdıqdan sonra follow-up sualı soruşmaqdan, dediyin məlumatların planlı olması, qarşındakının diqqətini mütəmadi özündə saxlaması xüsusiyyətləri. Sonra məsələn mənim gördüyüm və tələbələrə də, işdə də gördüyüm ən diqqətimi çəkən şeylərdən biri insan bilmədiyi bir sualın təsirindən çıxa bilməməsi bütün intervyunu məhv eləyə bilər. Yəni belə düşünmək lazımdır ki, intervyu prosesində heç kəs sənin 100% hər şeyi biləcəyini onsuz da düşünmür. İnsan bilməyəcəyi suallar ola bilər. Bu bilməyəcəyi sualların intervyunun sonraki gedişatına minimum təsir etməsini ayarlaya bilmək bacarığı çox önəmlidir. Düzdür, bəzi suallar var ki, onu bilmirsənsə intervyu getdi, yəni o ayrı məsələ. Amma bəzən elə suallar olur ki, sənin onu bilməmən və yaxud da həmən anda bilməmən çox normaldır. Sadəcə bunu eləmək lazımdır ki, o mənfilik sənin sonraki intervyu prosesinə təsir eləməsin. Bir də soft skills da önəmlidir, hə? Yəni mütləq insanlar, yəni işə götürənlər insanın
şəxsi keyfiyyətlərinə də önəm verirlər. Ən azından mən bundan əvvəl bu ikinci işimdir, bu sahədə işləyirəm və ikisində də düşünürəm ki, soft skillslar məndə çox önəm verilən, işə götürənin önəm verdiyi tərəflərim olub və bəzən bu önəmli olur deyəsən. Bəzən deyil, çox zaman. Yəni bu mən belə düşünürəm ki, texniki bilgilər və technical skills, soft skills bu bir quşun iki qanadı kimidir. Yəni bunun bilgi biri çox, biri az ola bilər. Amma intervyuda bunları sən eyni səviyyədə göstərməlisən ki, uça biləsən, yəni belə əgər ifadə eləmək düzgün çıxarsa. Əlbəttə ki, insanlar işləyəcəyi insanların xüsusiyyətlərini daha diqqət verirlər. Mən məsələn yaxınlarda bir nəfəri işə almışdım. O mənə elə bil tabedir. Mən də özümdən yuxarıya tabeyəm. İndi o həmin adamın contractor positiondan full time pozisiyona keçmə məsələsindən söhbət edərkən öz menecerimlə. Ya belə bir şey dedim ki, ya mənə bu xarakterdə insan verin, heç nə bilməzim. Mən onu 6 aya istədiyim texniki şeyləri öyrədərəm. Nəinki bəzi insanların o bəzi xüsusiyyətləri olur. Onları öyrənməkdən, feedback qəbul eləməkdən mane olur onların xüsusiyyəti olaraq və onlar da inkişaf edə bilmirlər. Əlbəttə soft skilllər çox önəmlidir, texniki skilllərlə bir yerdə. Bir də intervyuya girərkən çox diqqətli olmaq lazımdır. Yəni səni intervyu eləyənin ehtiyacına uyğun cavablar. Yəni əgər səni intervyu eləyən insanın texniki bilgisi yoxdursa, sən ona texniki məlumatlar verməklə həm onu qorxudursan açıqcası, həm onu o özünün komfort zonundan çıxmış hiss eləyir. Həm də ki, darıxır artıq, yəni bilmir söhbət nədən gedir. Ona görə o cür intervyularda artıq öz soft skilllərini önə sürəcəksən. Amma bəzi intervyuya girsən, bəzi intervyu olur, yəni açır kameranı, deyir ki, mən səndən hə, yox cavabları istəyirəm. Əgər sonraki cavabı versən, istəsəm soruşacağam. Məsələn, deyir, bunu istifadə eləmirsən, deyirəm, hə. Necə istifadə eləmirsən, soruşsam de, yoxsa okey, mənə o bəsdir. Yəni bu cür adama oturub transparency belə getdim, belə iş adamıyam, belə environment sevirəm. Bu mövzulara girsən intervyu itirəcəksən. Yəni intervyu bir döyüş sənəti kimi bir şeydir. Sən ringə girdin, opponentini bilirsən ki, bunun grapplingi necədir, stand-up'ı necədir və sən ona uyğun onunla iş görməlisən, işləməlisən cage'də. Eyni şey, intervyuya girdin, sən intervyu eləyən insan menecerdirsə, texniki bilgiləri azdırsa, sən ona uyğun ona məlumat verəcəksən. Bu arada mən qeyd edeyim ki, IT sahəsindən hər dəfə danışanda, Azərbaycan dilində danışanda, yəni YouTube kanalında və ümumiyyətlə insanlarla Azərbaycan dilində IT ilə bağlı danışanda görürəm ki, müəyyən terminologiya var ki, onu Azərbaycanca deyəndə əziyyət çəkirəm. Tərcümə eləməyə çalışıram, mənasız tərcümələr çıxır və bunu güman edirəm ki, hər kəs normal qarşılayır. Amma biz yenə də tərcümə eləməyə də çalışırıq, müəyyən terminləri izah etmək istəyirik. Amma əslində Rusiyadan o müəyyən terminologiyanı götürməkdənsə, məncə elə biz İngiliscə o terminologiyanı istifadə etsək daha məntiqlidir. Mən ümumiyyətlə bunun əleyhinəyəm də. Biz məsələn o həmişə vertolyot deyirdi. Əslində helikopter daha gözəl səslənirdi. Yəni sözü İngiliscə və ya belə deyək də əsl orijinalında istifadə etmək məncə daha məntiqlidir. İnformasiya texnologiyaları sahəsi elə bir sahədir ki, hər gün yenilənir. Hər gün yeni bir tool çıxır. Yəni biz mütəmadi olaraq öyrənməliyik. Nəinki ümumiyyətlə düşünürəm IT sahəsindəki insanları, ümumiyyətlə insanlar texnologiyadan geri qalmamalıdırlar. Çünki texnologiyadan geri qaldınsa çox şey itirdin. Çünki ətraf hər şey onunla bağlıdır və müəyyən şeyləri bilməyəndə, müəyyən yenilikləri qaçıranda görürsən ki, geridə qalmısan və ayaq uydura bilmirsən zamana və dövrə. Bir də qısa olaraq istərdim məlumat verək. Çünki IT sahəsində ən azından mənim gördüyüm qədərilə İnsanlar var ki, müəyyən bir yaşdan sonra karyera dəyişirlər, bu sahəni seçirlər. Tamamilə başqa sahədə işləyib həyatı boyunca. Elə sənin kimi, mənim kimi, yəni insanlar da dəyişikliklər eləyiblər öz karyerasında. Yəni başlamaq heç vaxt gec deyil, həmişə başlamaq olur və nədən başlamalı? Çox vaxt bu sualı verirlər ki, necə başlayaq?
Nədən başlayaq? Universitetmi oxumalıyıq? Hansı kursları götürməliyik? Nə məsləhət verək? Başlamaq istəyənlərə, öz karyera dəyişimini eləyən insanlar nədən başlasınlar? Biz mütəmadi olaraq bu barədə danışırıq. Mən özüm də yəni Amerikaya gəldikdən sonra sahəmi dəyişmişəm. Yəni hətta burada başqa sahədə master elədikdən sonra IT sahəsinə keçmişəm. İndiki zamanda geri dönüb baxıram və IT-də bəzi məsələlər var ki, necə deyirlər, bunlar onun core bilgiləridir. Yəni bu onun özəyidir. Bu özək bilgiləri, minimum requirement deyək, minimum bilgiləri bilmək lazımdır ki, sən bunun üzərinə irəlidə nəsə qoya biləsən. Mən xüsusilə danışıram proqramlaşdırma sahəsi üzrə, development dediyimiz sahə üzrə. Yəni bir application'ın ərsəyə gəlməsi prosesini bilmək lazımdır. Bir, bu prosesdə istifadə olunan bəzi tool'lar var. Bəlkə o tool'un eynisi olmaya bilər, amma məsələn code repository nədir, version controlling nədir, bu CI/CD dediyimiz bu məsələ nədir, sonra loglar necə əldə oluna bilər, bunun əhəmiyyəti nədir? Bu indi ağlıma gələnləri deyirəm. Burada bəzi security məsələləri də var. Environmentlar nədir? Bu deployment environmentlar arasında necə baş verir? Yəni bu ana bilgiləri bilmək və bunlarla əlaqəli heç olmasa bir neçə tool bilmək mütləq lazımdır irəliyə dönük. Düzdür, mən əminəm ki, o proseslər də dəyişəcək. O tool'lar da gedəcək, yeniləri gələcək. Amma məsələn, illər əvvəl maşın sürməyi bir 06-da öyrənmiş bir adama indi son model Tesla'nı da versən rahat sürür. Yəni ona sadəcə 3-5 dəqiqə lazımdır, çünki o əlaqəni qursun. Transmission necə işləyir, qaz tormus nədir? Soruşacaq ki, bunda niyə 2 dənədir? Avtomat heç sürməyibsə. Elə deyil. Yəni qısa bir adjustmentdan sonra o davam eləyə biləcək. Buna görə biz məsələn mən kursa gedəndə və bizim öz kursumuzda da indi biz IT background olmayanlara test automation sunuruq. Və bunun içində biz olan hamısını veririk. Məsələn, deyək ki, software development life cycle dediyimiz software'ın ərsəyə gəlmə prosesi. İndiki iş dönəmində hamının işlədiyi bu Agile Scrum prosesi. Bundan əlavə Git versioning, GitHub, GitLab, Bitbucket repository. Project management, test management, Jira, X-Ray kimi tool'lar. Bundan əlavə Jenkins CI/CD üçün, Maven build üçün. Yəni bunların hamısının ana bilgiləri. Yəni üstünə əlbəttə ki, sən hansı sahədə işləsən, onun üzərinə qoyacaqsan. Amma bu ana bilgiləri bilmədən bu branching nədir? Sonra environmentlar hansılardır? Bunun yanında əlbəttə ki, Core API bilgiləri, Core SQL database bilgiləri və ən əsası, bu yadımdan çıxmışdı, nə olur olsun, istəyir AI-ın ən son texnologiyası ilə işləyək. Bir proqramlaşdırma dili bilməsi lazımdır insanın. Bunu bəlkə professional şəkildə bilməyə də bilər. Amma deyək ki, Core Java və yaxud da Python'ın ana o əsas bilgiləri, yəni bunlara sahib olan və yaxud da C#, hər hansı birində kod yazmağı bilən bir insan, bunlar ana bilgilərdir. Yəni bunu bilməsi lazımdır bir insanın. Bunun üçün də hal-hazırda bütün kurslar arasında, bizim kursda da, başqa yerlərdə də ən uyğunu test automation'dır. Düzdür, iş tapmaq məsələsi indiki zamanda biraz çətindir o sahədə, amma o prosesdən hamının keçməsi lazımdır. Çünki orada həm dil öyrənir, həm saydığım o tool'ların hamısını öyrənir və üstəgəl automation da öyrənir. Bu yaxınlarda bir video qarşıma çıxdı. Bu məşhur AI şirkətlərindən biridir UiPath. Onun Rumıniyalıdır deyəsən bildiyim qədərilə sahibi.
dedi ki gələcəkdə bütün bu AI prosesləri güclü automation foundation'ı olan şirkətlər üçün successful olacaq. Çünki AI adına nə eləmək istəyirsənsə, onu güclü automation foundation üzərinə build eləyə bilərsən. Onun üzərinə tikə bilərsən, belə deyək. Ona görə, yəni uzun oldu biraz sənin sualına cavab. Yəni bir insan IT sahəsinə keçmək istəyirsə, hal-hazırdakı bu test automation Java Estet kurslarını mən məsləhət görərəm. Çünki o ana bilgiləri hamısından biraz olmaqla verir. Özü öyrənən insanlar da var. Yəni hətta YouTube-da o qədər, ən qədər pulsuz tutoriallar var və ya Udemy-də çox aşağı qiymətə öyrənmək olar, amma kim ki kurslarda öyrənmək istəyir, yəni çoxlu sayda kurslar var. Elə məsələn sizin kurslarınız var, yəni Loop Academy kursları var. Elə bu arada biraz bu Loop Academy-dən danışaq. Siz hansı kursları bu gün təklif edirsiniz insanlara? Biz Loop Camp bizim məktəbimizin adıdır və biz Feyruzla bir yerdə. Bəli, bizim web saytda bizim online kurslar, 2 dənə online ana səhifəyə gedim. Bu bizim web saytdır. Web saytda istifadə eləmək üçün belə register olmaq lazımdır birinci. Bizim buradakı əsas 2 kursumuz var bu dəqiqə. Onu göstərim sizə. Yəni bu kurslardan biri bu Java Estet kursudur. Yəni mən bunu niyə məsləhət görürəm hər kəsə? Çünki bu Java Estet kursunun içərisində bizim öyrətdiyimiz toollar, bu ana səhifədən də bu görürsünüz burada, bu öyrətdiyimiz deyək ki, ana bilgilər, irəlidə bunun üzərinə nə qoymaq istəyirsənsə, bu ana bilgiləri biz veririk. Siz çox yaxşı dedin sən ki, YouTube-dan, Udemy-dən öyrənmək olar və hissə-hissə bunları, bütün kursları tapırsan. Amma bir kursa getmək, əlbəttə ki, yaxşı bir kursa getməyin ən üstün cəhəti odur ki, əgər sənin instruktorların bu işi bilirlər və bunu həyata keçirirlərsə, hardasa işləyirlərsə, o müxtəlif nöqtələrin necə birləşdiyini sənə izah eləyəcəklər. Bu da çox önəmlidir. Yəni, sən bir proqramlaşdırma dili bilərsən, kurs götürdün, öyrəndin, API kurs götürdün, öyrəndin, deyək ki, Git kurs götürdün, CI/CD, bunları ayrı-ayrı öyrəndin. Amma bunu bir prosesin içərisində başdan axıra qədər bunlar necə bir-biri ilə əlaqəlidir, bu şəkli görmək də çox önəmlidir. Bunu da açıqcası necə real experience deyirik də, real iş təcrübəsi olan insanlar öyrədə bilər. Bir də hər real iş təcrübəsi olan da hər şeyi axıra qədər istifadə eləmir. Yəni insanlar var illərlə kursu bitirib testing sahəsində işləyir, amma ancaq bir işi görür. Və biraz da belə çox qarışmağı sevmirsə özünə aid olmayan şeylərə bir yerdə ancaq öz işi ilə məşğul olur. Bizim üstünlüyümüz odur ki, mən də, Feyruz da illərlə həm bu işin içindəyik, həm müxtəlif nöqtələrinə toxunmuşuq. Biraz da öyrənmə həvəsi var, o curious, yəni maraqlı olma ki, bu necədir, bu necədir, bu necədir. Və bunu da açıq, kurs da bizə bunu necəsə buna push eləyir. Mən məsələn bir şey göründə deyirəm, ayda görün bu necə olur, çünki bunu uşaqlara deyəcəm ki, bax belə bir şey də gəldi. Bu bizim bir də ki, kompleks olaraq da artıq yəni biri var, mən özüm öyrənirəm və bilmirəm nədən başlayım, amma bu artıqsa kompleks olaraq və başlanğıc üçün məsləhət görsən ki, insanlar Java Estetlə başlasınlar. Java proqram dilində estet sözünü izah eləyə bilərik bir qısa olaraq izləyicilərimizə. Yəni estet nə deməkdir? Software Development Engineering Test. Yəni elə bilin proqramlaşdırma ilə məşğul olursan, amma application-ı proqramlaşdırmırsan.
avtomatlaşdırmırsan, testi avtomatlaşdırırsan. Yəni STET-in Software Development Engineering testin üstünlüyü odur ki, o proqramlaşdırma bilir, avtomatlaşdırma bilir. Hətta bəzi developerlar avtomatlaşdırmanı bilmirlər, automation bilmirlər, onlar development bilirlər. Düzdür, STET-in development skilli developerlar qədər olmasa da, amma nəticə etibarilə o manual elədiyi bir işi götürür, kod yazır və ikinci dəfə o işi kod eləyir. Yəni 30 dəqiqəyə bir testi manual test eləyib, screenshotları evidence üçün bir kənara yığıb, sonra e-mail düzəldib, report vermək, deyək 30 dəqiqəni alırsa, bunu avtomatlaşdırdıqdan sonra bu 2-3 dəqiqəyə kod özü bunu sənə eləyir və bu STET-in avantajı odur ki, yəni bunları öyrənirlər. Və mən ona görə bayaq da dedim, o UiPath-in o CEO-sunun o sözü mənə çox müsbət təsir elədi ki, gələcəyin AI toolları güclü automation foundation üzərinə qurulacaq. Yəni bu automationu bilən, kodlaşdırma bilgisi olan və saydığımız o toolları bilənlər, ondan sonra bizim bu kurs var, RPA kursu. Ondan xüsusi danışmaq istəyirəm. Nə qeyd edeyim? Mən deməli bu yay fəslində işimi dəyişmək istirdim və sizin kurslara qatıldım. Amma elə maraqlı bir şey oldu ki, yəni sonra mənim işdəki pozisiyam dəyişdiyinə görə fikirləşdim ki, yox, mən hələ bu işdə qalmalıyım və ara verdim bir müddət. Amma RPA mənə çox maraqlıdır və bunu mütləq davam eləmək istəyirəm gələcək üçün və tövsiyə edirəm ki, yəni QA testingdən, automationdan əlavə kimsə artıq yeni toollar öyrənmək istəyirsə, mütləq RPA ilə bağlı məlumatlar alsın və keçək indi artıq biraz RPA proqramından danışmağa. Bayaq ekranda göstərdiniz. 2 seçim təklif edirsiniz siz saytınızda. Bir Java STET, sonra isə RPA kursları. RPA nədir? RPA Robotics Process Automation olaraq açıqlamasıdır. Yəni RPA-in qısa şəkildə desəm, iş prosesində, biznes həyatında insanların digital ortamda elədikləri işləri virtual robotlar vasitəsilə həyata keçirmək. Deyək ki, sizin HR departmenti nə edir? Məsələn, indi sən menecer işləyirsən və ya lead işləyirsən, sənə bir position lazımdır. Götürürsən HR-a e-mail yazırsan, hansı requirementlar, hansı özəlliklərdə, hansı adam axtarsansa bir e-mail yazsan, göndərsən HR-a. HR o e-maili alır, amma onu o şəkildə proses eləmir də, girir onların sisteminə, səndən gələn məlumatları o sistemə girir, manual. Burada e-mailə baxır, burada sistemə girir. Ondan sonra götürür bir dənə recruiter'ın birinə e-mail atır ki, bax, təzə bir position əlavə elədim. Bu da linki, get mənə adam tap. Recruiter sistemə daxil olur, oradan o məlumatları oxuyur, sonra bu biri ekranında LinkedIn-ə girir, search eləyir, rezüme axtarır, günün axırında HR-a göndərir o rezümeləri ki, 3 dənə adam tapdım. HR da rezümeləri sənə göndərir, sən də deyirsən ki, bu 3 adam uyğundur, bunlara intervyu təşkil edir. Biz deyirik ki, bu HR-ların xətrinə dəyməsin. Yəni mən özüm bunu fizikli özüm bu robotu düzəltmişəm deyə rahat danışıram bu barədə. Biz nə edirik? Biz bir dənə virtual robot düzəldirik. Səndən e-mail HR-a deyil, robota gedir. Robot o e-maili alır, sonra girir o sistemə, o məlumatları girir. Yəni sistemdə olmalıdır. Sonra bir dənə e-mail açır, o sistemdən recruiter da qaldırır. Açır LinkedIn-i, search eləyir, Dice-ı search eləyir, Glassdoor-u qoyduğumuz haralar o şirkət axtarır, search eləyir. Oradan sənin dediyin xüsusiyyətlərə uyğun rezümeləri tapır. Rezümeləri sistemə save eləyir və sənə e-mail atır ki, mən bugün rezümeləri tapdım. Bu prosesi recruiter eləyir 2 saata deyəlim, robot eləyir 3 dəqiqəyə. Çünki robot API-larla işləyir, çox sürətlidir. Application-ın
API ilə işləyir, üzlə, front-endlə də işləyə bilər, o ayrı məsələ. Yəni burada o recruiterlə HR artıq başqa işlərə yönələ bilərlər. Yəni getsinlər şirkətdə insanların iş ortamını daha yaxşı necə edə bilərlər, ona vaxt sərf eləsinlər. Bu RPA-dir və belə başladı. İndi isə biz bunu gələn batchdən, bunun zaten kursun adı da olacaq Agentic AI Automation. Çünki bizim keçdiyimiz tool özü RPA-dən evaluate elədi Agentic AI. Bu nədir? Bunun devizi mənə o qədər xoşuma gəlir ki, AI thinks, RPA does, human leads. AI fikirləşir, RPA işi görür, adam da kef eləyir. Yəni prosesi lead eləyir yəni. İndi biz bu Agentic AI nə? İndi necə o qədər həvəslənirəm bu barədə danışanda. Bu RPA-də bu prosesi dedik, ya bu proses üzərindən baxaq. Deyək ki, ortada bir rezüme gəldi. Sənin dediklərində bəzi şeylər var, amma bəziləri mis eləyir. Və sən deməmisən ki, bunun nə qədər percentage olsa bu skillləri al. Robot götürür sənə e-mail atır ki, belə bir rezüme tapmışam, amma bu skill çatmır, amma o biri skilllər strong görsən rezümedə. Nə deyirsən? Sən robota e-mail atırsan ki, lazım deyil. Robot onu eliminate eləyir və bundan sonra o cür rezümeləri də eliminate eləyir bu proses üçün. UiPath, bununla bağlı da istəyərdim xüsusi danışaq. Hətta ekran share elə bilirsənsə, UiPath nədir, necə işləyir, RPA ilə əlaqəsi nədir? Bununla bağlı biraz məlumat verməyini istərdim. Birincisi, bunu deyim ki, bu indiki zamanda physical robotlarla, yəni fiziki olaraq digital ortamda olan robotlar arasındakı inkişafa baxsaq, digital ortamdakılar çox irəlidədirlər. Və o məşhur söz var, indi hər kəs deyir ki, gələcəyin milyonerləri plumberlar olacaqlar, yəni bu texniki işləri, ev işlərini görən adamlar olacaqlar. Bəlkə də çünki fiziki robotların o insanda olan agility-ni nə qədər ala biləcək bilmirəm, amma digital ortamda olan robotlar indi bizim təsəvvürümüzün üst səviyyəsindədir. Yəni, mən UiPath-ə keçmədən əvvəl bunu bizim Loopcamp'in Instagram akkauntunda da paylaşmışdım mən. Əgər oradan baxırlarsa. Bu OpenAI, ümumiyyətlə biraz bu Agentic AI-dan danışmaq istəyirəm. Agentic AI nədir, necə işləyir? Yəni, əgər bir dəqiqə. Bu OpenAI-ya, əgər OpenAI-ya baxmısınızsa bu yaxınlarda, bunların dev deyi oldu və belə bir tool tanıtdılar, Agent Builder. Ümumiyyətlə, AI dövrü Gen AI-dan, Generative AI-dan Agentic AI-ya keçir. Yəni, Gen AI əlimizdə olan məlumatlardan bir məlumat çıxarıb, generative eləyib bizə verirdi. Agentic AI isə artıq reasoning var işin içində. Yəni mən bizim Loop'un Instagram səhifəsində də onu misalı çəkmişdim. Məsələn, biz testerlər olaraq, tester işləyən insanlar ChatGPT-yə deyirlər ki, bu mənim user story'imdir, mənə test senaryoları ver və o generate eləyir, verir sənə test senaryolar. Bu Gen AI-dir. Özünün milyonlarla datasının içərisindən bir şeylər süzür, sənə verir. Agentic AI nə edəcək? O senaryoları götürəcək, onlara kod yazacaq, sonra onu execute eləyəcək, evidence-ləri toplayacaq, report geri göndərəcək. Bu artıq physical bilmirəm nə qədər düzgün olur, artıq iş görəcək, qərar verəcək və iş görəcək. Və buna semi-autonomous AI agents deyirik. Yəni, biz onlara deyəcək ki, bu nöqtələrdə dayan, mənə soruş. Yəni, biz məsələn, menecerlərimiz üçün agent build eləyəndə, RPA vasitəsilə, Agentic Builder vasitəsilə agent build eləyəndə bəzi nöqtələrdə approval qoyuruq, menecerin telefonuna gedir.
robot soruşur yes or no. Oradan bir dənə yes'i bassa bir flow davam elətdirir. No-nu bassa bir flow davam elətdirir. Bu OpenAI'ın yeni Agentic Builder'ı tanıtdı. Bunun əgər sizin ödənişli ChatGPT-niz varsa oradan girib platform hissəsindən platform OpenAI.com Agent Builder yazsaz belə bu şəkildə sizi götürəcək bura. Və RPA-yi bilən adamlar üçün bu çox rahatdır. Baxın, yəni drag and drop-dur. Yəni sən agent build eləyirsən burada. Məsələn, deyək ki, bizim testing sahəsində, development sahəsində ən böyük problemlərdən biri bu credential'ların, personal identifier information'ın security'sidir. Yəni deyək ki, burada social security'lər, social security bilgilər varsa, kredit bilgiləri varsa, bunların qorunması. Məsələn, avtomatik heç bir kod yazmadan istədiyiniz məlumatların qorunmasını bu PII Information Guardrail ilə həll eləyə bilirsiniz. Burada ölkə-ölkə də ayrıqlar. Məsələn, UK-dirsə nələrdir, Spain-dirsə nələrdir. Yəni, və özün də əlbəttə ki, əlavə kod da yaza bilərsən buna. If and else, baxın nə qədər rahatdır. Yəni biz kursda insanlara for loop'u öyrədənə qədər insanın canı çıxır. Çünki çox bu for loop'u qədər rahat gedir. For loop'da artıq xüsusilə Java'da bunu keçdisə sonra üstünə hər şeyi build eləmək olur. Çox rahatdır. Məsələn, approval'lar var. Mən bunu illər əvvəl eləyəndə Feyruz mənim co-founder Lopu mənə gülürdü. Deyirdi, sən də özünü developer sayırsan, deyir, drag and drop eləyirsən, buradan götürüb ora atırsan. Yəni, indi işlər bu qədər rahatlaşıb. Bunun, məsələn, mən indi detallara çox girmirəm. Bunun hər kəsə məsləhət görürəm ki, girsinlər, qurdalamaya başlasınlar, necə işlədiyini görsünlər. Hər kəs artıq özü üçün bir agent build eləyə bilər, yəni. Bu prosesi bilirsə. Yəni öz işlərimizdə belə bizim bir agentimiz ola bilər ki, kömək eləyə bilər. Yəni məsələn tutaq ki, bir misal çəkək, məsələn tutaq ki, mən heç işləmirəm, amma öz işlərimdə e-maillərimi yoxlanmasıdır. Elə tutaq ki, iş elanlarını axtarmaqdır. O işdə də yardımcı ola bilər mənə agent? Tutaq ki, axtarsın, iş elanlarına mənim üçün müraciət eləsin. Yəni düzdür, əgər artıq onu yaza biləcək şəkildəsə iş tapmaq rahat olur o cür insanlara. Amma bəli, yəni heç bu avtomatlaşdırmalar çıxmadan mən illər əvvəl ev alma prosesimdə bir kod yazmışdım. O girirdi mənim istəyimə uyğun evləri axtardı. Düzdür, onu yazmaq saatlar, günlər alırdı o vaxt. İndi isə dəqiqələr. Mən bu ChatGPT-nin bu Agent Builder-ını hamıya məsləhət görürəm ki, artıq YouTube-da da bir sürü videolar var. Girsinlər, öyrənməyə çalışsınlar, özləri üçün kiçik agentlar build eləsinlər. Reasoning versinlər, ona access versinlər, bəzi şeyləri eləsin. UiPath, bizim keçdiyimiz UiPath biz keçirik. Bunlar əvvəllər özlərini RPA tool kimi tanıdırdılar. Sadəcə RPA, Robotic Process Automation olaraq tanıdırdılar. Artıq onlar da özlərinə AI, Agentic Automation nə keçdilər. Baxın, bu çox qəşəng göstərir layer'ları. Görürsünüz, RPA bu işin korudur, ortasındadır. Çünki agent fikirləşəcək, bir şeyi eləmək qərarına gələcək, amma işi eləyən yenə də RPA olacaq. Biz kursda bu tool'u keçirik və bunun RPA hissəsini və Agentic AI-a açılış hissəsini ora, çünki bu çox yenidir, ora necə keçirilə bilər onu keçirik və irəlidə biz də əlbəttə ki, inkişaf elətdirəcəyik kurikulumumuzu. Bunu göstərmək istəyirəm sizə. New York Times'ın 2025'də 2025'in ən the best invention seçildi, yəni
bu agentic AI, agentic automation'ı, bu platformanın çıxartdığı agentic automation'ı 2025-in ən yaxşı innovationlarından biri seçildi. Nadir, səninlə danışmaq çox maraqlıdır. Yəni sözün əsl mənasında müəllim kimi adam deyərdim və insanlar səninlə danışanda çox şey öyrənirlər. Həm çox nikbin şəkildə insanlara başa salırsan və mən çox təşəkkür edirəm ki, bu gün mənim təklifimi qəbul elədin və biz bu gün bu hardasa 40-45 dəqiqə ərzində bizi izləyən insanlara IT sahəsi və xüsusilə də testing, development və RP ilə bağlı məlumatlar verdik. Təşəkkür edirəm sənə. Mən də təşəkkür edirəm. Mənim çoxdankı arzum idi podkastə qatılmaq. Hətta bəzi dostlara deyirəm, niyə podkast açıb, mən də çağırım, gəlim danışım. İnsanın danışma ehtiyacı da var belə. Yəni biz bir dəfə yaşayırıq həyatda. Ona görə də və bu bir dəfə yaşadığımız həyat bizim sonra əbədi həyatımız üçün bir kordur. Bunu nikbin, bunu pozitiv yaşamaq lazımdır. Bunun hər bir bağlanan qapının 10 dənə daha qapı aça biləcəyinə inanaraq yaşamaq lazımdır. Bildiyimiz şeyləri başqaları ilə paylaşmaqdan çəkinməmək lazımdır. O cür mənfi hisslər insanı içərdən öldürür, müsbət hisslər insanı içərdən də, çöldən də yaşatır, rahatlatır. O ki qaldı danışdığımız mövzulara, yəni öyrənmək istəyən adamlar yazsalar, mən cavab verəcəm. Heç necə deyim, bizim kursa qatılmaq məcburiyyətləri də yoxdur. Mən özüm öyrənəcəm, kursdan öyrənmək istəmirəm deyən adamlara da yol göstərəcəm. Tək ki bizim Azərbaycanlı dostlarımız, bu sahədə olan insanlar gələcəyə hazır olsunlar. Təşəkkür edirəm. Bu sözdən sonra mənim deməyə bir sözüm yoxdur. Sadəcə olaraq uğurlar arzu edirəm və mənə gəlir ki, bizim bugünkü podkastımızı elə Nadir Şəfiyev mükəmməl cümlələrlə yekunlaşdırdı. Təşəkkür edirəm diqqətiniz üçün, bizi izlədiyiniz üçün. Podkast mövzu qıtlığı yaşamır. Biz hər mövzuda, hər insanla və hər məkanda danışa bilərik. Bizim də məkan problemimiz yoxdur. Yəni mənim həmsöhbətim dünyanın hər yerində ola bilər. Amma bugünkü həmsöhbətim isə Amerika Birləşmiş Ştatları, Virginia ştatında yaşayır və biz bugün IT sahəsi haqqında danışdıq və bu mövzunun davamı mütləq olacaq. Təşəkkürlər.